Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahabetihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdeten min lisani yefqahu qavli amma ba'd. İmam Muhammed rahimehullah əhkam hədislərinə davam edərək və növbəti hədisi vurğulayır. Muhammed sallallahu əleyhi və səlləmin dəstəmaz alması haqqında və Allah Resulü Muhammed sallallahu əleyhi və səlləmdən rəvayət edir və Allah Resulü deyərdi ki, sizdən bir kəs, yəni dəstəmaz alan bir kəs dəstəmazını tamamlamaq haqqında Allah Resulü danışır. Və Allah Resulü deyərdi ki, dəstəmazın əsnasında ağzını və burnunu yaxalasın və ağzını, burnunu yaxaladıqdan sonra onu çölə tez çıxartsın. Təbii ki, keçən dərslərdə vurğulandığı kimi oruçdan istisna. Oruçdan istisna. Və Allah Resulü deyərdi ki, dəstəmaz alarkən, istər əli üzü yuyarkən, istər qolları yuyarkən, fərq eləməz, istər məs çəkərkən, istər madmada edərkən Allah Resulü buyurur ki, günahlar tökülür. İnsana günahları tökülür. Əgər dəstəmaz alarkən, dəstəmazdan, bədənindən tökülən su ilə birlikdə müsəlmanın günahları da tökülür. Və elm əhli deyərlər ki, təbii ki, kiçik günahlar. Ümumiyyətlə, məsələn, biz bilirik ki, ümrədə günahlar, müsəlmanın günahlar bağışlanır. 2 cümə arası müsəlmanın günahlar bağışlanır. Və s. əməllər, o əməllərdə ki, orada qeyd olunur ki, günahlar tökülür və yaxud da günahlar bağışlanır. Yəni ki, o hamısı kiçik günahlara aiddir. O günahların içində heç birində qul haqqı yoxdur və böyük günahlar yoxdur. O hamısı kiçik günahlara aiddir. Və Allah Resulü Muhammed sallallahu əleyhi və səlləm buyurur ki, əgər kim ki dəstəmazını kamilləşdirərsə və dəstəmazdan sonra namaz qılarsa və Rəbbinə həmd edərsə və Rəbbini səna edərsə və ucaldarsa və qəlbində buna etiqad edərsə, hansı ki onun günahlarının təmizlənməsini qəlbində etiqad edərsə və o dəstəmazdan sonra anası onu doğanda necə günahsız olardısa, elə olar. Yəni o dəstəmazdan sonra namaz və o namazdan sonra Rəbbini tərifləyib və səna edərsə və buna qəlbində etiqad edərsə, anası onun doğanda necə təmiz idisə, necə günahsız idisə, o dəstəmaz onun kiçik günahlarına kəfarədir. Yəni, qardaşlar, əlavə olaraq, bir fayda olaraq keçən dərslərdə xatırlandığı kimi Allah Taala'nın razılığı olan əməllər var. Hansı ki, o əməllər, razılığı olduğu yerlər və məqamlar var. Hansı ki, o razılıq ki, insanın günahlarına kəfarədir və hansı ki, insanın ucalmasına kəfarət, üzrüstdən ucalmasına bir səbəbdir. Və bu da onlardandır. Zaten bir müsəlman dəstəmaz olacaq və dəstəmazdan sonra namaz qılacaq. Amma niyyətin düzəldilməsi və etiqad olunması ki, o dəstəmaz alınarkən, alınan dəstəmazla günahlar tökülür. Onu etiqad eləyərsə, Allah Taala onu bağışlayar, kiçik günahlarını əfv edər. Və o qədər hətta Allah Taala onu bağışlayar ki, hətta anadan doğulan necə günahsız idisə. Və diqqət edin, əgər biz deyiriksə ki, kiçik günahlarını bağışlayar, bəs necə hədisin özündə gəlir ki, anası doğan necə təmiz idisə. Çünki qardaşlar, diqqət yetirin, insanın qul haqqına girilən günahlar, o günahlar ki, qul haqqı ilə əlaqədardır, o günahlar ki, böyük günahlardır, xüsusən o günahlar ki, küfrə və s. aparan günahlardır, onların tövbəsi xas olaraq şəriətin özündə zikr olunub. Məsələn, şəriət buyurur ki, oğurluq edən, əgər nisab halına çatıbsa, yəni oğurluğun həddi ucalıbsa, artıq onun əlinin kəsilməsi də onun tövbəsi. Zina edənin tövbəsi artıq evlidirsə, onun daşqalaq olunaraq öldürülməsi, əgər subaydırsa, ona 80 qamçının vurularaq cəzalandırılması, çünki qul haqlarıdır. Qul haqları həmişə şəriətdə cəzası və yaxud da tövbəsi ağır olub və yalnız istisna o. Və mühazirələr bu kitabın əvvəlində bir qayda gəlmişdi və o qayda bu gündə xatırlanır və baxmayaraq ki, diqqət etin, danışılan şey dəstəmaz və dəstəmazla əlaqədar hədislər olmağına baxmayaraq, İmam Muhammed rahimehullah buyurur, Muhammed sallallahu əleyhi və səlləmin sözünü ki, Allah Resulü deyərdi ki, "İnnes-safa vel-mervete min şa'airillah." Həcdə və ümrədə olanlar bilirlər, Safa və Mərva dağı təvafdan sonra gəlir. Allah Resulü deyərdi ki, Safa dağına tərəf, yəni səy etməyə tərəf gedəndə Allah Resulü bu Allahın kəlamını, Allahın sözünü oxuyardı və deyərdi ki, "İnnes-safa vel-mervete min şa'airillah." Safa və Mərva Allahın işarələrindəndir. Allahın yəni şəriət olaraq qoyduğu məqamlardandır, yerlərdəndir. Və Allah Resulü deyərdi ki, "İbdəu bimə bədə Allahu bihi."
O yerdən başlayın ki, Allah oradan başlayıb. Və diqqət yetirə bilərsiniz, bu hədisin içində, bu sözün içində nə dəstəmaza aid bir şey, nə də dəstəmazın fərzliyinə və yaxud da vacibliyinə aid hansısa bir əlamət yox idi. Bəs yox idisə, İmam Muhammed Rahiməhullah mühəddis idi təbii ki. Nəyə görə bu hədisi varid etdi kitabında? Təbii ki, mühəddislərin hamısının kitab yazarkən, kitablarını təlif edərkən öz mənhəcləri var idi. Və onu da yalnızca onları oxuyanlar və bilənlər bilir. Çünki diqqət etirdinizsə, qardaşlarım, hədisdə Allah Rəsulü dedi ki, İbdəu bimə bədə Allahu bihi. Allahın başladığı, yəni Allahın əmr etdiyi tərəfdən başlayın. Yəni insan dəstəmaz alarkən də belə Allah Taala necə başladıysa, o cür başlamalıdır. Ona görə də diqqət yetirin qardaşlar, bu şeylər, bu məsələlər o kəslərə bir rəddir ki, o kəslərə bir nəsihətdir ki, özləri bu kiçik məsələlərin üzərində itqan, yəni mutqin olmadıkları halda böyük məsələlərin üzərində sabit qalmağa çalışırlar. Xüsusən o məsələlər istər şirk və küfür məsələlər olsun, istər təkfir və yaxud da ona bənzər hər hansısa bir məsələlər olsun. O məsələlər ki, artıq onların üzə biləcəyi yerlər deyil. Yəni mühəddislər, kitab əhli, elm əhli və kitab yazanlar, kitab təlif edənlərin hamısının öz mənhəci olub kitablarını yazarkən. Əgər bu məsələdə bu aydınlanmasaydı, bu deyilməsəydi, sən bilməyəcəkdin ki, Safa və Mərva, həc və ümrəyə də aid olan bir hədisin dəstəmazla aid olan yerdə nə işi? Bəs sən hansı bir halda biləcəksən ki, küfür və insanın küfrlə itham olunması və insanın şirklə itham olub şirkə düşməsi və yaxud İslamdan çıxması və yaxud İslamdan girməsi kimi ağır bir məsələlərdə o savadsız boğular ya boğulmaz. Bəli. Və həmçinin də Peyğəmbər sallallahu əleyhi və səlləm bir nəfərin dəstəmaz aldıqdan sonra bir nəfərin ayağında qədəm, yəni topuqdan aşağısında bir yerin 1 qəpik qədər və hədisin özündə dirhəm gəlir. 1 dirhəm qədər, yəni 1 qəpik qədər həmən yerə suyun dəymədiyini görür. Və Muhammed sallallahu əleyhi və səlləm buyurur ki, ona qayıdıb dəstəmazını təzləməsini və o dəstəmazla yenidən namaz qılmasını əmr edir. Və bunu göstərir ki, qardaşlarım, insanın dəstəmaz alarkən bədənini kamil şəkildə yumaması və bədənində artıq quru yerlərin, hansı ki, o yerlər yumaq əmr olunub təbii ki. O yerlərin quru qalması dəstəmazın pozulmasının əlamətlərindəndir. Necə ki, ötən dərslərdə, ötən mühazirələrdə dinlədiyiniz kimi Peyğəmbər sallallahu əleyhi və səlləm dəstəmazı kamil şəkildə almağı və dəstəmazı artırmağı əmr edərdi. Və bu da o hədisin əksidir. Necə ki, Allah Rəsulü əmr etdiyinin əksidir bu. Yəni dəstəmazda insanın boşluq buraxması. Və İmam Əhməd Rahiməhullahdan bu hədisin isnadı barəsində soruşulur və İmam Əhməddən soruşulur ki, bu hədisin isnadı səhih yoxsa yox? İmam Əhməd Rahiməhullah deyər ki, bəli. Çünki hədis elmində hədislər 2 hissədən ibarətdir. Hədisin isnadı və hədisin mətni. Əgər bir hədisin, isnadı, yəni silsiləsi, bu hədis kimlərin vasitəsindən gəlib çatmaq, əgər batil idisə, orada zəiflik və münkərlər var idisə, heç hədisin öz mətninə belə baxmazdılar. Və həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm dəstəmaz alarkən bizə öyrətdi və bizə öyrədir ki, bir müsəlman dəstəmaz alarkən israf edə bilər yoxsa yox. Və Allah Rəsulü Muhammed sallallahu əleyhi və səlləm dəstəmaz alarkən mud deyirlər ona. Yəni hansı ki, indiki bir mud, yəni indiki çəkinə təxminən yarım litr eləyir. Yarım kilo və yaxud da yarım litr. O qədər su ilə Muhammed sallallahu əleyhi və səlləm dəstəmaz alardı. Yəni artırmazdı. Yəni o suyu israf eləməzdi. Yəni bundan artığı israf eləmək ola bilsin ki, israfdan sayılsın. Yəni yarım litrdən artıq istifadə eləmək ola bilsin ki, israfdan sayılsın. Və həmçinin Muhammed sallallahu əleyhi və səlləm qusl aldıqda isə 1 sa' qədər su ilə qusl alardı. Yəni ki, 2 litr yarım təxminən. 1 sa' içində 5 muddu cəm edir. 1 mudsa yarım litrdir. Və həmçinin bu onu göstərir ki, müsəlman etdiyi ibadətlərin içində həddini daşımalıdır. Çünki nə üçün bu hədis yaxşı, sual yarana bilər. Bu hədisin rəvayət olunmasına məqsəd nədir? Diqqət yetirin, Peyğəmbər sallallahu əleyhi və səlləm dəstəmaz alarkən suyun bədənə tam çatmasını, dəstəmaz alarkən suyun bədəndə tam olaraq, hətta əzalardan da biraz yuxarı, az da olsa yuxarıya çatmasını əmr etmişdi. Bu onu göstərir ki, su bol-bol istifadə olunmalıdır. Cavab xeyr. Yəni ona görə İmam Muhammed Rahiməhullah Allah Rəsulunun bu sözünü gətirdi ki, bədənə suyun tam olaraq çatdırılması çoxlu suyun istifadə olunması demək deyil. Bədəndə dəstəmaz alarkən suyun tam olaraq əzalara çatması çoxlu sudan istifadə etmək lazım olduğuna dəlalət eləmir.
Və həmçinin Allah Rəsulu Ömər ibn Xattabdan radiyallahu anhdan gələn hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, sizlərdən biriniz dəstəmaz alarsa, dəstəmazını tamamilə kamilləşdirərsə, o kamillik hansı ki Allah Rəsulu Muhammed sallallahu əleyhi və səlləm öyrətmişdi və dəstəmazını bitirdikdən sonra əşhədu ən la ilahə illallah vahdehu la şərikə lehu və əşhədu enne Muhammeden abduhu və rasuluhu deyərsə, Allah Rəsulu deyir ki, ona cənnətdən qapı açılar. Onun cənnətdən 8 qapısı onun üçün açılar və o da istədiyi qapıdan girər. İmam Müslim rahimehullah hədis rivayet etmişdir. Və sadəcə olaraq bu hədisdə bəzi zəifliklər var. Bu hədisə daha doğrusu isnad edilənlərin bu hədisə nisbətdə olan bəzi zəifliklər var. Onları vurğulayacağıq bu gün inşallah. Və İmam Tirmizi rahimehullahın rivayet etdiyi bu hədisə davam olaraq İmam Tirmizi rahimehullahın rivayet etdiyi hədisdə isə İmam Tirmizi deyir ki, Allahümme cealni minət-tevvabina və cealni minəl-mutatahhirin. Və təəssüf olsun ki, yəni bunu sünnə olaraq və yaxud da vacib və fərz olaraq bəzi müsəlmanlar elə əməl edirlər ki, bəlkə də sünnələrin üzərində o qədər sabitlikləri yoxdur. Amma bu hədis şaz hədisdir. Yəni o şaz hədis, yəni ki, fiqaların, yəni ravilərin, mötəbər ravilərin sözlərinin üzərinə öz sözlərini əlavə olunan hədislərdən sayılır və əməl olunmur bu hədisə. Çünki müsəlman sünnəyə ilə kifayətlənməsi, sünnədən qeyri-qıraqda gələn şeyləri tərk eləməsindən yaxşıdır. Çünki sünnə az olsa da belə onunla kifayətlənmək üstündür. Və həmçində sünnələrdən, dəstəmazlı olan sünnələrdən isə əlavə olaraq Peyğəmbər sallallahu əleyhi və səlləm dəstəmaz alarkən və bitirərkən səmaya baxardı. Və həmçində düz müəllif rahimehullah burada qeyd etmir və Muhammed sallallahu əleyhi və səlləm dəstəmaz olaraq qurtarandan sonra şahadət barmağını qaldırardı. O zaman ki, dəstəmazdan sonra əşhədu ən la ilahə illallah və əşhədu enne Muhammedən Rasulullah və yaxud da az öncə keçən zikri dediyi zaman. Və növbəti hədis, bu hədis ki, İmam Muhammed rahimehullah rivayet eləyir və bəzi müsəlmanların o xətaya düşdüyü hədislərdəndir. Çünki biz bilirik ki, elə səhih hədislər var ki, o hədisin bir hissəsi səhihdir və bir hissəsi səhih deyil. Elə hədislər var ki, tamamilə səhihdir. Elə hədislər var, tamamilə zəifdir. Elə hədislər var ki, yarısı səhih, yarısı zəifdir. Çünki hədisi rivayet edən, hədis nə zaman zəif olur? Hədisi rivayet edən ravi ola bilər ki, eşitmədiyi bir şeyi və yaxşı zəndə olduğu bir şeyi hədisə daxil etsin. Və həmçində o hədislərdən biri Muhammed sallallahu əleyhi və səlləmdən rivayet olunur, İbn Abbas radiyallahu anhudan rivayet olunur və Allah Rəsulü Muhammed sallallahu əleyhi və səlləm bir dəstəmaz alarkən əzalarını bir yardı. Bir dəfə yardı. Bura qədər hədis tamamilə səhihdir və sonra isə buyurulur ki, və həmçinin də Allah Rəsulü bədənində quru qalan yerləri də dəstəmazdan sonra isladardı və bu hissəsi hədisin zəifdir. Çünki biz Allah Rəsulunun dəstəmazını öyrənəndə bildik ki, az öncəki hədisdə də biz bildik ki, bir əza tamamilə yuyulmamış başqa bir əzaya keçmək şəriətlə icazəli deyil. Yəni dəstəmazın sifətindən deyil, dəstəmazı kamilləşdirməkdən deyil. Əgər elədirsə, dəstəmaz aldıqdan sonra bir müsəlman bədənində hansısa bir yerlərin su dəyməməsini gördükdə dəstəmazı qaytarılmalıdır, yoxsa da su vurmalıdır. Əks odur ki, qaytarmalıdır. Bəli. Və bu da zəif hədislərdəndir. Təəssüf olsun ki, bəzi müsəlmanlar əməl etdikləri. Və Allah Rəsulü Muhammed sallallahu əleyhi və səlləmin Bilal radiyallahu anhu haqqında olan sözü var, bilirsiniz hansı ki, Bilal radiyallahu anhu əslən müəzzin idi. Allah Rəsulunun müəzzini idi, Həbəşi olan radiyallahu anhu. Allah Rəsulü buyurur ki, Bilal radiyallahu anhuya deyir ki, səni məndən qabaq cənnətə salın, nə oldu? Bilal radiyallahu anhudan soruşur. Və təbii ki, onlar hamısı həya əhli idilər. Allah Rəsuluna təbii ki, hər hansısa bir cavab verməzlər. Zaten onsuz da bilirdilər ki, əgər o elm ki, onu Allah Rəsulu bilmirsə, onların bilməyi mümkün də deyil. Əgər onların bildiyi bir elm var idisə, məsələn, Bilal radiyallahu anhu, onlar əmin idilər ki, Allah Rəsulu onu ondan da yaxşı bilir. Və təbii ki, Bilal radiyallahu anhu Allah Rəsuluna cavab vermir. Və Allah Rəsulu deyir ki, o zaman ki, cənnətə daxil oldum. Nə zaman ki, cənnətə daxil olardım və sənin ayaq səslərini önümdə eşidərdim. Və dünən Allah Rəsulü deyir, mən cənnətə daxil oldum və sənin ayağımın səslərini öz önümdə eşitdim. Və Allah Rəsulü buyurur ki, Muhammed sallallahu əleyhi və səlləm buyurur ki, səbəb nə idi? Axı sənə gələn şəriətə nazil olanlardan nə başqa bir şey var ki, ona əməl etmişdin? Və Bilal radiyallahu anhu onu vurğulayır və Bilal radiyallahu anhu deyir ki, o zaman ki, azan verirdim, həmişə 2 rükət namaz qılırdım. Hər azan verdiyim zaman 2 rükət namaz qılırdım və hər dəst namaz aldığım zaman 2 rükət namaz qılırdım. Və Peyğəmbər sallallahu əleyhi və səlləm də buyurur ki, elə bunların ikisinə görə idi.
və elə bunların ikisinə görədir. Və həmçinin də hədisdə əlavə olaraq hədisin içində Peyğəmbər sallallahu əleyhi buyurur ki, bir dörtkünc bir qəsrin, qızıldan olan bir qəsrin qarşısına gəldim, cənnətdə təbii ki, və dedim ki, soruşdum ki, bu qəsr kimə məxsusdur? Kimindir bu qəsr? Kimin üçün inşa olunub? Və dedilər ki, Cibril deyir ki, aleyhissalam, ərəb olan birinə görə, ərəb olan biri üçündür. Və Allah Rəsulü deyir ki, mən ərəbəm. Və sonra dedim ki, bəs yaxşı, kimindir o qəsr? Və Cibril deyir ki, o kişi ki, o Qureyşdəndir. Qureyşdən olan birinin. Və Allah Rəsulü deyir ki, mən də Qureyşdənəm. Və Allah Rəsulü soruşdu ki, mən də Qureyşliyəm. Bəs onda kimindir bu qəsr? Və Cibril dedi ki, aleyhissalam, o kişi ki, sənin ümmətindən, yəni Muhammedin ümmətindəndir. Və Allah Rəsulü buyurur ki, mən də Muhammedəm. Kimindir o qəsr? Dedi ki, o qəsr Ömər ibn Xattabındır. İndi kiminsə xətrinə dəyirsə dəyirsən. Amma o qəsr Ömər ibn Xattab üçün idi. Yəni, biz təəssübkeş deyilik. Bizim etiqadımıza görə Əbu Bakr Ömərdən üstündür. Yəni, görsən, Əbu Bakrın adını çəkmədik. Ömərin adını çəkdik. Və bunu göstərir ki, qardaşlarım, xüsusilə də hədisin içində varid olan, hədisin içində deyilən Bilal radiyallahu anhun əsas qissəsi idi. Və diqqət yetirdirsə, Bilal radiyallahu anhu dedi ki, nə zaman ki azan verirdim, onda 2 rükət namaz qılırdım, əlavə nafil olaraq, və nə zaman ki dəstəmaz alırdım. Və orada vurğulamadı ki, namaz üçün alınan dəstəmaz. Yəni, o bütün dəstəmazlara aiddir. Çünki ola bilər ki, müsəlman möminin sifətindən əslən dəstəmazlı olması. Möminin sifətindəndir ki, əslən dəstəmazlı olmaq. Zaten namaz qılan bir müsəlmanın dəstəmazı olmalıdır. Dəstəmazsız namaz da yoxdur. Yəni, bu onu göstərir ki, Bilal radiyallahu anhu namaz üçün olan dəstəmazları qəsd etmirdi orada. Təbii ki, o birinci idi. Amma Bilal radiyallahu anhunun orada etdiyi, Allahın onun cənnətə düşməyinə səbəb etdiyi əməllərdən də biri idi ki, o bütün dəstəmaz aldığı zamanlarda 2 rükət namaz qılardı və bu da onu göstərir ki, o zaten həmişə dəstəmazlı gəzərdi. Və əlavə hədisdən çıxan bir fayda olaraq da qardaşlarım, bunu onu göstərir ki, baxmayaraq ki, qiyamət günü olmayıb, baxmayaraq ki, insanlar öz qəbirlərindən çıxmayıblar və Rəbbinin qarşısına durmayıblar, onların öz qalacaqları və yaşayacaqları yer cənnətdə hazırdır. Necə ki, Ömər ibn Xattabın radiyallahu anhunun qəsrini Allah Rəsulü gördüyü kimi. Əncün Allah bilir və subhanəkəllahumma bihamdik, əşhədu ən la ilahə illə ənt, əstəğfirkəllahumma və ətubu ileyk.